Dünənlər mən deməli çantamın əvvəl videosunu çəkən zaman orada Kaşlakomdan baş kartı göstərəndə həmin anda ağlıma ideya gəldi ki, mən parada getməliyəm, Bakıya getməliyəm. Zaten mən Bakıya getməyi uzun müddət istəyirdim. Bakı mənim nəfəs aldığım bir yerdir. Mən Bakıda olanda, şəhərdə olanda, oradakı auranı hiss eləyəndə özümü suda olan balıq kimi hiss eləyirəm. Mən özümü ora aid hiss eləyirəm. Lakin hələ ki orada yaşamaq, ora köçüb orada həyat qurmaq məndə alınmır. Və uşaqları da götürüb bugün biz parada getdik və nə yaxşı ki də getdik. Əslində saat 1-də başlayacaqdı. Sadəcə prezidentlərin çıxışı filan uzun çəkdi. Azərbaycan prezidentinin, deməli Pakistan prezidentinin, Türkiyə prezidentinin və ona görə də 3-dən sonra başladı. Çoxlu ayaq üstə qaldıq saatlarla, lakin buna dəydi. Aura möhtəşəm, texnikalar möhtəşəm. İlk dəfədir canlı hərbi texnika görürdüm. Əvvəllər uşaq vaxtı bacılarımla oturub televizorda baxdığımız parada hərbi texnikalar, papamın danışdığı hərbi texnikalar real olaraq gözümüzlə görürdük. Bu çox valeh edici bir hiss idi. Sadəcə ona üzüldük ki, biz Azadlıq meydanına girişimiz olmadığı üçün, ora insanları buraxmadıqları üçün biz piyadaları görmədik. Yəni bunu da çox istərdik görmək. Bilmirdim, yəni onu görməyəcəyik. Biz elə bilirim, onlar da buradan keçidləyəcəklər. Təəssüf ki, alınmadı. Lakin Bakı bugün möhtəşəm idi. Yeri gəlmişkən hamınızı Qələbə bayramı münasibətilə təbrik edirəm. Zəfər bayramınız mübarək olsun. Allah şəhidlərimizə də rəhmət eləsin. Bakı məni gözləyir, mən Bakını gözləyirəm. Bakı məni sevir, mən Bakını sevirəm, bunu mən bilmirəm. Lakin mən Bakını uşaqlarımla bərabər sevirəm. Həm Bakını sevirəm, həm də uşaqlarımı sevirəm. Lakin onlar üçü bir yerdə olanda mən daha çox xoşbəxt oluram. Bakıya mən tez-tez özüm bəzən gedib gəlirəm. Lakin uşaqlarımla bərabər daha çox sevirəm. Bunu bir daha anladım. Görüntülər isə göstərdiyim kimi sizə çox möhtəşəm idi. Gedə bilməyən izləyicilərim üçün əlimdən gələn qədər çəkməyə çalışdım ki, göstərim. Bu, əgər mən sizə buradakı hissləri ötürə bilmişəmsə, nə xoşbəxt mənə. Belə, ondan sonra isə uşaqları apardım KFC-yə. KFC-də heç bir sifariş verə bilmədi. Çünki təplə tıxılı çoxlu insanlar vardı. Apardım McDonald's-a. Orada 1 saatdan çox vaxt gözlədim. Sifariş verdi, gözlədik. Ondan sonra isə piyada düz biz Targovadan getdik 28 mol tərəfə. Oradan 125-ə mindik. Löşbatan Kruqunda düşüb gəldik Hacıqabula. Pişik isə Bakı pişiyi idi deyənə piş deyənə cavab vermirdi. Təşəkkür edirəm izlədiyiniz üçün.